Vallahi, bunu başa düşmək üçün çox böyük bir elmə ehtiyac yoxdur. Peyğəmbərin sahabələrini pisləyən elə Peyğəmbərin özünü pisləmiş sayılır. Bir dəfə alimlərimizdən belə bir misal dedim və bu bir şiənin tövbə eləməyinə səbəb oldu. Həmin misal belədir. Dahi alimlərimizdən biri deyir ki, əgər xristianlardan soruşsan ki, sizin ümmətin ən xeyirliləri kimlərdir? Onlar deyərlər ki, İsa'nın həvariləri. Əgər yahudilərdən soruşsan ki, sizin ümmətin ən xeyirliləri kimlərdir? Onlar deyərlər ki, Musanın sahabələri. Əgər şiələrdən soruşsan ki, İslam ümmətinin ən şərliləri kimlərdir? Deyərlər ki, Muhammedin sahabələri. Vallahi, sağlam düşüncə sahibi olan bir insan başa düşər ki, Peyğəmbərin dostları və dünyaya İslamı yayan kişilər haqqında bu cür sözləri deyən bir inanc İslam inancından qaynaqlanmır. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Allahümme salli ala Muhammedin ve alihi tahirin. Və la'nu daim ala a'daihim ecma'in. Qarşıma vəhabilərdən birinin 1 dəqiqəlik videosu, 1 dəqiqəlik çıxışı və bu 1 dəqiqəlik çıxışda 2 yalanı qarşıma çıxdı. Özlərindən bir əqidə uydurublar, deyirlər ki, Peyğəmbərin sallallahu aleyhi və alihi və səlləm səhabəsini pisləmək, Peyğəmbərin özünü pisləmək hesab edilir. Əvvəla bunun dəlilini gətir. Qeyd elə görək, hansı Quran ayəsində bu var, hansı hədisdə bu var. Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm harda bu sözü deyib? Harda Peyğəmbərin yanında sahabələrini söyəndə deyib ki, mənim sahabəmi söymək, məni söyməyə sayılır. Ya sən bunu sonradan özündən uydurmusan ki, bidət eləmisən, ya da Peyğəmbərin dövründə olubsa, bir Peyğəmbərdən dəlil gətir, bir sahabidən dəlil gətir, bir tabiindən dəlil gətir, sözlə dair. Minhəc-i Sünnətin Nəbəviyyə kitabına müraciət edirik. Vəhabi Şeyxülislam İbn Teymiyyənin kitabıdır. 5-ci cildə müraciət edirik. Təhqiq doktor Muhammed Rəşad Səlim. İbn Teymiyyə bu kitabın 40-cı səhifəsində deyir ki, Səd ibn Əbi Vəqqas belə deyib. Əmərə Muaviyyə ibn Əbi Sufyan Sə'dən bis-səbbi fəəba. Deyir ki, Muaviyyə Səədə əmr eləyib, Səədə söyməyə əmr eləyib. Bis-səbb, söyməyə əmr eləyib. Və Səəd də imtina eləyib. Fəqalə, Muaviyyə qaydı buna deyib ki, mə mənəəkə ən təsubbə Aliyyə ibn Əbi Talibin aleyhissalam. Sənə nə man olur ki, sən əlini söymürsən? Baxın, İbn Teymiyyə açıq-aşkar bu rivayəti nəql edir, hərçənd ki, Müslim səhihində təhrif eləyib, bu hissəni gətirməyib. Təhrifə əl atıb, qayçılayıb rivayəti. Amma İbn Teymiyyə Buxarinin, Müslimin daha doğrusu abrını ardına aparıb və deyir ki, Muaviyyə əmr edir Səədə ki, əlini söysün. İbn Teymiyyə həmin kitabın, Minhəc-i Sünnət-i Nəbəviyyə kitabının 7-ci cildində doktor Muhammed Rəşad Səlimin təhqiqi ilə səhifə 137-138-də qeyd edir ki, möminlərin qəlbində xəlifələrə Əbu Bəkir Ömərə qarşı məhəbbət var idi. Və ləm yəkun kəzəlikə Aliyyun. İmam Ali əleyhissalam belə deyildi. Fə innə kəsirən minəs-səhabəti və təbi'inə kənu yubğidunəhu və yəsubbunəhu və yuqatilunəhu. Bir çox sahabi və tabi'in əlini söyürdülər, onunla vuruşurdular və ona buğz edirdilər, düşmənçilik edirdilər. İndi münafiq deyilsinizsə, ikiyüzlü deyilsinizsə, buyurun, qeyd eləyin ki, bəli, Muaviyyə və İbn Teymiyyənin qeyd etdiyi sahabilər Peyğəmbəri pisləyirdilər. Əgər pisləyirdilərsə, niyə siz onları cənnət əhli hesab eləmisiniz? Bunlardan başqa da sahabələrin bir-birini pisləməsi haqqında danışa bilərik. Əmmar rahimehullah Osmanlı Mədinə küçələrində söyürdü. Ömər Ayşəyə deyir ki, niyə Peyğəmbəri qəzəbləndirirsən, əziyyət edirsən? Ömər Əbu Hüreyrəyə Allahın düşməni deyir. Abbas Əlini aleyhissalam necə ki, Müslim yazır, yalancı, xain, fasıq hesab edir. Həmin hədisdə yenə Müslim qeyd edir ki, İmam Ali aleyhissalam Əbu Bəkir və Ömərin öz etirafına əsasən yalancı, fasıq, xain hesab eləyir. Bu məsələləri əvvəlki bəhsdə qeyd eləmişik, PDF-nə qədər videolarda qoymuşuq. İkinci məsələ, ikinci yalan nədən ibarətdir? İkinci yalan burada danışır ki, deyir, əgər xristianlardan soruşsanız ki, Həzrəti İsa'nın aleyhissalam dövründə ən xeyirli insanlar kimlərdir? Daha doğrusu xristianlardan soruşsanız ən xeyirli insanlar kimlərdir? Deyərlər Həzrəti İsa'nın aleyhissalam tərəfdarları. Həzrəti Musanın tərəfdarlarından soruşsanız ki, ən xeyirli insanlar kimlərdir? Yəni Yahudilərdən soruşsanız deyərlər ki, Həzrəti Musanın aleyhissalam tərəfdarları. Amma şiələrdən soruşsanız ən şər insan kimlərdir? Deyərlər İslam Peyğəmbəri, Allah Rəsulunun sallallahu aleyhi və səlləm sahabələri. Baxın, bu yalandır. Həm xristianların adına yalan bağlamış, həm Yahudilərin. Özü də bunu ki, bunların alimləri deyib və bir şiə də eşidib, tövbə eləyib.
Siz bu sözlərlə heç uşağı aldada bilməzsiniz. Niyə görə? Ona görə ki, ağıllı adam qayıdarsa sual verər, deyər ki, Həzrəti İsa'nın aleyhissalam bütün tərəfdarları yaxşı idi, yoxsa yox? Bəziləri yaxşı idi. Əgər bəziləri yaxşı və bəziləri pis idisə, xristianlar yalan deyiblər. Həmçində yəhudilərə bu sual verilir. Həzrəti Musa'nın aleyhissalam sahabələri hamısı yaxşı idi, yoxsa pis? Əgər hamısı yaxşı deyilsə, yaxşısı da var idi, pisi də var idisə, deməli yalan demirsiniz ki, onun sahabələri ən xeyirlidir. Deməli hamısı ən xeyirlisi deyil. Yox, əgər hamısı ən xeyirli olsa, onda düz deyiblər, bəli. Burada nə var ki? Bu demək deyil ki, əgər Həzrəti İsa'nın və Musa'nın aleyhissalam sahabələrin hamısı yaxşı olubsa, Həzrəti Muhammedin də sallallahu aleyhi və səlləm sahabələrinin hamısı yaxşı olmalıdır. Belə bir qaydamız yoxdur ki. Biz heç bir vəcihlə bütün sahabələri pisləmirik. Biz Muaviyə və onun əmsalında olan sahabələri ki, Əhl-i Beytlə düşmənçilik eləyiblər, onları bir kənara qoymuşuq, onları şərr adlandırmışıq. Bəli, amma digər sahabələr ki, Quran və Əhl-i Beytlə qalıblar Peyğəmbərin vəsiyyəti əsasında, İmam Əlinin aleyhissalam ordusunda şəhid olublar, onunla vuruşublar, onun tərəfdarı olublar. Bəli, bu sahabələri biz behişt əhli hesab edirik. Bu sahabələri biz xeyirli sahabələr hesab edirik. Sonda deyirəm, vallahi, sağlam düşüncə sahibi olan hər bir kəs bilir ki, sənə nə man olur ki, Peyğəmbəri söymürsən deyən Muaviyə kimi nasibi Əhl-i Beyt aleyhissalam düşmənlərini Peyğəmbərin xeyirli sahabəsi hesab etmək İslamdan uzaq bir əqidədir. Belə bir əqidə yoxdur. Hətta özünüzdən uydurduğunuz radiyallahu anhu sözü ki, gətirirsiniz Quran-ı Kərimdən bizim əleyhimizə sahabə haqqında danışanda, vallahi bir sahabəni söyəndə, o biri sahabə qayıdıb buna deməyib ki, niyə söyürsən? Radiyallahu anhu ayələri var. Bax, hədis qoydum qabağa. Sizdən fərqli olaraq dəlillə danışırıq. Nə gəldi ağlımıza danışmırıq. Baxın, Muaviyə açıq-aşkar Səədə deyir ki, niyə əlini söymürsən? Muaviyəni axmaq yerinə qoymusunuz da, onda belə çıxır. Əgər sahabəni söymək, Peyğəmbəri söyməkdirsə, onda Muaviyə niyə bu sual versin ki? Özünə cavab məlumdur da, çünki sahabəni əlini söymək aleyhissalam Peyğəmbəri söyməkdir. Həmçində belə bir əqidə olsaydı, Səəd qayıdıb deyərdi ki, əlini söymək, Peyğəmbəri söymək. Necə yəni əlini niyə söymürsən? Və yaxud da sizin batıl fəhminizlə gətirdiyiniz radiyallahu anhu ayələrini gətirərdi Səəd. Deyərdi ki, sən Əliyə mənə əmr edirsən ki, əlini söyüm və Habilərin radiyallahu anhu ayələri var, eşitməmsən? Ona görə gətirdikləriniz batıl fəhmimizə əsasən batıl düşüncələrdir, dəlillərdir. Nə Quranda, nə Peyğəmbər hədisində, nə sahabələrin öz fəhmində belə bunun heç bir əsası yoxdur. Vəlhamdülillahi Rabbil aləmin və sallallahu alə Muhammedin və alihi tahirin.